Salam, hər birinizi xoş gördük, əziz dövlət qulluqçuları. Mən bu video vasitəsilə son günlərdə mənim tələbələrimə verilən dünya görüşündən hansı suallar var, onu sizin diqqətinizi çatdıracağam. Və bu sualları mənim artıq dünya görüşü kitabıma əlavə edirəm hər birisini. Deməli, mənim dünya görüşü kitabının ikinci nəşri çapdan çıxdı. Birinci nəşrdə 2025 və 2026-cı ilin ilk 4 ayında müsahibədə verilən 500 sual əlavə etmişəmsə, təzəliklə dünən çıxdı çapdan səhv etmirəmsə, dünən yazı sıra ayında. Mən bunu artıq 2025 və 2026-cı ilin, yəni bu ilin ilk 8 ayında və avqust ayının əvvəllərində də tələbələrimə verilən suallarla birlikdə cəmi cümlətanı 700 sual və cavabını əlavə etmişəm və bu 700 sual və cavabın hər birisini müsahibələrdə suallar verilib və mən də həmin bu sualları tələbələrimə götürərək kitabıma əlavə etmişəm, cavabını qeyd eləmişəm. Bundan əlavə olaraq bu dünya görüş kitabında 267 səhifədən ibarətdir. Təxminən bu kitabın bir 210-220 səhifəsi izahlıdır, bütün mövzuların konspekt formada tərtib edilmişdir. Yerdə qalan bir 40 səhifəsi, 35 səhifəsi isə dediyim kimi 700 sual və cavabından ibarətdir. Bizim bugünkü məqsədimiz ondan ibarətdir ki, dünya görüşümüzü bəz yoxlayaq. Bilirsiniz ki, YouTube kanalımızda mən bu barədə videolar yükləmişdim. Mən sizə indi lövhədə 20-25 dənə sualları təqdim edəcəm və siz bu suallara cavab verməyə çalışacaqsınız. Çalışın ki, bu suallara doğru cavab verəsiniz, çünki bu suallar əsr müsahibədə verilən suallardır. Və bu kitabı kim əldə etmək istəyirsə, şərh hissəsində qeyd etdiyim nömrəyə əlaqə saxlaya bilər. Elə isə gəlin vaxt itirmədən başlayaq, mən sualları sizə təqdim edeyim. Fərqli 700 sualda indi arıcılıq verməyəcəm, fərqli yerlərdən sizə sualları təqdim edəcəm. Qarışıq olacaq, həm asan, həm çətin, həm orta sizdən olacaq. Baxaq görə lövhəmiz yaxşı düşürmü? Əla. Deməli, elə isə gəlin yavaş-yavaş başlayaq. Birinci sual. Bu yaxınlarda verildi. BMT-nin baş katibi kimdir? Baş katibi kimdir? Gəlin görək bu 20 sualdan siz neçəsinə cavab verəcəksiniz? BMT-nin baş katibi kimdir? Kim? İlk rəsmi qəzetimiz. İlk rəsmi qəzetimiz. Mən cümlə ola bilsin ki, olduğu kimi yazmayacaq. Qısa yazacağım ki, çox vaxtımız olmasın. İkinci sualımız bəli. İlk rəsmi qəzetimiz hansıdır? Üçüncü sual. Ən böyük sənaye parkı hansıdır? Ən böyük sənaye parkımız hansıdır? Üçüncü sual. Yazı yaxşı görsənməz və yaxud da ki, görsənmir deyə səsli şəkildə sizə də deyirəm. Yaxşı. Milli qəhrəman adı nə vaxt təsis edildi? Dördüncü sual budur. Milli qəhrəman adı nə zaman təsis edildi? Dediyim kimi, həm orta, həm çətin suallar var bu mövzumuzda. Bunu çox güman ki, biləcəksiniz. Coğrafiyadan demək olar ki, bu sual tez-tez verilir. Və 5-ci sualımız buna ibarətdir ki, Xəzər dənizinin ən dərin çökəkliyi. Xəzər dənizinin ən dərin çökəkliyi. 5-ci sualımız budur. 6-cı sual. Bu da elə çətin sual deyil. Tapa bilərsiniz çox güman ki. Müstəqil Azərbaycan ilk baş naziri kim olmuşdur? Bunu çox adam qarışdırır. Azərbaycan Xalq Cümhuriyyətində ilk baş naziri kim olmuşdur? Ona görə də mən burada düzəliş eləmişəm. Müstəqil Azərbaycanın ilk baş naziri kim olmuşdur? Müstəqil Azərbaycanın ilk baş naziri kim olmuşdur? Bu bizim 6-cı sualımız idi. 7-ci sual. 7-ci sual. Qarabağ xanlığının banisi kimdir? Dedik ki, Qarabağ xanlığının banisi kimdir? Yedinci sualımız bu şəkildə idi. Daha sonra deməli 700 dediyim kimi 700 səhifə, 700 daha doğrusu sual və cavablı kitabda var. Mən də əslində bu suallar bəlkə deməyim düzgün deyil. Kitabı alan şəxslər bu sualları görə bilər, amma istəyirəm ki, tələbələrimə müsahibədə verilən suallar sizin diqqətinizə çatdırın və özü hazırlaşanlara maksimum dərəcədə biz köməklik edək. Aha, sual belədir. Bu yaxınlarda sual verildi. 8-ci sual. 8-ci sual belədir. Şuşanın simvolu olan gül. Bunu çox güman ki bilirik. Şuşanın simvolu
olan gün. Dayanmadan getdik. 9-cu sual. 9-cu sual. Xəmsənin müəllifi kimdir? Ədəbiyyata aid bir sualdır. Xəmsənin müəllifi. 10-cu da ardada yazmışam. Komsomol poemasının müəllifi. Komsomol poemasının müəllifi. 11-ci sual. ABŞ-nin ilk prezidenti kim olmuşdur? Yəni, Amerika Birləşmiş Ştatlarının ilk prezidenti kim olmuşdur? 12-ci sual. Yəni avqustda kitaba əlavə etdiyim sualları sizə biraz deyim. Avqust ayında, hansı ki bu gün ayın 15-idir. Aha. Qarşı gedən suallar verirəm ki, həm asan, həm çətin olsun. Yaxşı, qısaca yazacağım. Arşın mal alan və o olmasın, bu olsun, musiqili komediyasının bəstəkarı kimdir? Bu olmasın, bu olsun, bəstəkarı kimdir? Deməli, arşın mal alan və olmasın, bu olsun, musiqili komediyasının bəstəkarı kimdir? Baxın, bəstəkarından söhbət gedir, kimdir? Daha sonra 13-cü sual biləydik ki, etika və estetika nədir deyə sual verildi. 14-cü sual. 2026-cı il nə ilidir? Bu sual çoxunu cavab verəcəksiniz. 2026-cı il nə ilidir? Amma buna çox adam cavab verə bilmir və səbəbi. Səbəbini orada soruşurlar bizdən. Yazı saxlayın. Səbəbi. 15-ci sual. BMT-nin əsas orqanları. BMT-nin əsas orqanları hansıdır? 16. Batum müqaviləsinin imzalama tarihi. Batum müqaviləsinin imzalama tarihi 17. Birinci Dünya Müharibəsi hansı illəri əhatə edir? Birinci Dünya Müharibəsi hansı illəri əhatə edir? 17-ci sual budur. 18-ci sualımız. AXC parlamentinin ilk sədri kim olmuşdur? Azərbaycan Xalq Cümhuriyyətinin parlamentinin ilk sədri. Bir çətin sualı deyil. 19. Lövhəmiz sığışılmış suallar görə bilirikmi? Bəli, yaxşıdır əslində. Lövhədə yazdığım aydın görsənməsə də, mən burada sizə səsli formada hamısını deyirəm. Bir dənə də studiyası tipi sual verir bu yaxınlarda mənim bir tələbəmə. Onu da istəyirəm ki, sizin diqqətinizi çatdırım. Əslində studiyası tipi suallar çox verilir. Mən onlardan təxminən sizin üçün ən yaxşısını, məntiqlisini sizin diqqətinizi çatdıracağım. Sual belə idi. Bir layihə üzərində gecə-gündüz işləmisiniz. Lakin hesabat təqdim olunanda bütün uğur və tərif iş yoldaşınızın adına yazılır. Bu zaman nə edərsiniz? Studiyası tipli sual müsabiqələrdə verilir bu şəkildə. Başqa istəyirsiz bir dənə studiyası tipli sual deyim sizə. Səlahiyyətinizə aid olmayan bir vətəndaş müraciət daxil olduqda nə edərsiniz? Elə bil ki, bu sualları siz 19-cu və ən sonuncu vətəndaş müraciətinə aid 20-ci hesab edə bilərsiniz. Bu 20 dənə suala siz necə cavab verirsiniz? 20-ci sualı sizin üçün bir daha təkrarlayıram. Səlahiyyətinizə aid olmayan bir vətəndaş müraciət daxil olduqda nə edərsiniz? Deyə bir müsahibədə tələbimizə sual verildi. Ümumiyyətlə, təxminən bu 700 sualdan 650-yə qədəri adi konkret suallardır. Məsələn, BMT-nin baş katibi kimdir və yaxud da ki, Türk Dövlətlər Təşkilatının mərkəzi qərargahı harda yerləşir? Bir konkret sual və konkret cavablar var. Amma
650-dən ta ki 700-ə qədər 50 dənə sual isə situasiya tipli sualdır. Məsələn, tutalım ki, sənin mənfi cəhətin nədir? Güclü tərəfin hansıdır, zəif tərəfin hansıdır? Vətəndaş qəbula gələrkən əsəbi şəkildə hərəkət edir, necə reaksiya göstərərsən? Dediyim kimi 19-cu sualda gecə-gündüz çalışmısan, amma tərif və yaxud da ki, mükafat sənin iş yoldaşına yazılır, nə edərsən? 20-ci sual məsələn dediyim kimi, bu tipli situasiya tipli suallar da mən tələbələrimə verilir və onların hamısında bu kitaba əlavə etmişəm. Bu kitab nəinki dövlət qulluğu müsahibə mühəndisliğinə hazırlaşanlar, eyni zamanda vergi orqanlarına, gömrük orqanlarına, miqrasiya orqanlarına, məmurların işə qəbul imtahanında müsahibəsinə hazırlaşanlara və ya HR mütəxəssislərinə və digər dünya görüşünə aid olan bütün qurumlara müraciət edənlər, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində elan olmuş dövlət orqanlarına hazırlaşan şəxslər də məhz bu kitabdan istifadə edə bilərlər. İndi siz deyin görək, bu suallardan içərisinə cavab verə bildiniz. Növbəti videolarda görüşərik.